bəzən ailədə deyirlər ki, səndən soruşanda deyərsən, soruşmasalar mən istəyirəm ki, o saat hamıya hər şeyin ən yaxşısını deyə bilim. Düşünürəm ki, mən bir də çox hiss eləyirəm. Yəni əslində mən hiss edirəm, düşünürəm ki, o desə, deməsə mənim üçün fərq eləmir. Mənim hiss elədiyim daha önəmlidir mənim üçün. Yəqin ki, təcrübədən keçirtmisiniz. Çox keçirdim. Sizin hissləriniz sizi çox vaxt yəqin. Əvvəl inanmırdım öz hisslərimə. Bunu da deyim sizə ki, şübhə ilə yanaşırdım öz hisslərimə ki, bu məni aldadır. Sonra müşahidə eləməyə başladım. Misal üçün deyim ki, bu hadisədəki hissimi saxladım. Heç nə demədim. Baxım görüm necə oldu. Necə hiss keçirdiyimi yadımda saxladım. Baxdım, gördüm ki, düz keçirmişəm əslində. Bir neçə dəfə mən bunu sınadım, yoxladım. Sonra düşündüm ki, yox, mənim əslində keçirdiyim hiss, mənim özümə inanmağım lazımdır dedim. Elə doğrudur. Bu nə hiss eləyirəmsə, əslində elə bu odur. Onun üzərindən gedəndən sonra məşə bir şey deyim, mən özümü tam olaraq tapmaq deyirlər, tapa bildim. Bəli. Aytən xanım, numerologiya əslində mən deyirəm həmişə ki, bu elmin adını niyə numerologiya qoyublar? Çünki bilməyən insan düşünür ki, yəqin ancaq rəqəmlərlə bağlıdır. Əslində bu enerji haqqında elmdir. Sadəcə rəqəmlərdən çox orada istifadə olunur. Rəqəmlər vasitəsilə daha çox orada biz analizlər eləyirik belə deyə. Ancaq orada hərflərin də rolu var. İnanın rənglər, simvollar tez-tez qeyd olunur. Çakralar məsələn, çakra nədir? Bizim enerji nöqtələrimizdir. Bəli, bizim enerji bədənimiz var bildiyimiz kimi. Dolayısıyla mən özüm məsələn tək psixologiyanı öyrənəndə başa düşdüm ki, düzdür bu barədə fikirlər fərqlidir. Mən təkcə öz fikirlərimi burada qeyd edirəm. Razılaşmayanlar da ola bilər. Mən düşünürəm ki, biz təkcə fiziki bədəndən ibarət deyilik deyə çox yaxşı olardı ki, psixoloqlar həqiqətən heç olmasa birinci səviyyə numerologiyanı da öyrənsinlər. Çünki dediyim kimi bizim o enerji bədənimiz bizdən tələb edir ki, bizim o izah eləyə bilmədiyimiz, mən nə gözəl qeyd elədiniz ki, mən həmişə özümə sual verirəm ki, mən hiss eləyirəm bunu və biz çox vaxt əminəm, soruşmuram, heç bilirəm, çünki özüm də eləmişəm. Yanıldırıq özümüzü, yox, sən elə gəlir. Yəqin sən səhv hiss eləyirsən. Doğru. Sonra ilk başda hiss elədiyimiz o hiss bizə gəlib özün sonunda doğruldan da deyirik, kaş özümə inanardım. Orada peşman oluram deyənə, ondan sonra deyirəm ki, artıq mən həmişə özümü seçəcəm. Mən özümü seçmək qərarına gəldim. Əslində bu işdə də məndə belə oldu. Mən başqa yerdə işləyirdim. Amma baxıram ki, qabımda deyiləm. Daha sonra hissimdən keçdim. İndi də çalışıram, amma indi çalışmıram. İndi sadəcə zövq alıram mən. Bəli, çünki yerinizdəsiz artıq. Həqiqətən sizin dediyiniz bənzər situasiyaları mən özüm də həyatımda yaşamışam. Son hardasa 3 ilə qədər İnanın ki, hansı daşın altını qaldırsaz, mən oradan təhsil almışam. Həqiqətən tərif üçün demirəm, bir neçə sahədə təhsil almışam. Bu çox gözəldir, əlbəttə insanın altyapısının zəngin olması, belə deyə vizyon baxımından çox gözəldir. Sadəcə biz öz yolumuzu həyatda tapmaq üçün o öz qabında hiss etmək məsələsinə gəlib çıxana qədər bəlkə də bu təcrübələri yaşamalıyıq. Kimdəsə bu 20 yaşında olur, kimdəsə 30 üstəgəl, kimdəsə hətta 40 üstəgəl. Həyatda heç vaxt gec deyil. Önəmli olan o bizi xoşbəxt, rahat, huzurlu, öz qabında hiss elətdirən məqamı tapmaqdır. Bənzər situasiyalar mənim də həyatımda olub. İnanın ki, mən terapist axtarmaqdan, psixoloq axtarmaqdan həqiqətən sözün əsl mənasında artıq yorulmuşdum. O mənada ki, mən düşünürdüm ki, məndə nəsə problem var. Həmişə baxırdım ki, işlərim yolundadır. Şükür Allaha, ailə, müəyyən həyatda Allah yəni yetirib bəzi şeyləri. Axı nə problem var ki, mən özümü yerimdə hiss etmirəm. Axtarırdınız onda? Bəli, daim axtarırdım və mən düşünürdüm ki, məndə nəsə problem var ki, mən özümü tapa bilmirəm həyatda. Və axtarırdım ki, o problem nədədir? İnanın ki, bir neçə terapiyalarda olmuşam və bu çox gözəl bir şeydir. Tövsiyə edirəm ki, daimi terapistdə olsun hər kəsin. Heç olmasa ildə bir neçə dəfə yanına getsin. Bu çox gözəldir. Bəli, çünki bizim kölgə tərəflərimiz var, özümüzlə üzləşməkdən çəkindiyimiz tərəflər var. Yəni bu baxımdan çox məsləhətdir bunu həyatına daxil etmək. Ona görə mən hər daim düşünürdüm ki, ya mənim uşaqlığımda nəsə çətinlik var, oradan irəli gəlir, sonra fikirləşirdim ki, yox, bəlkə mən valideynlərimə haqsızlıq edirəm. Axı mənim valideynlərim mənə qayğı göstərir. Valideynlərim hər bir içgüdüsəl olaraq belə deyək, valideynlər nəyə çalışırlar, adekvat olanlar. Çalışır ki, özündə olandan da artığını övladına versin, canından, qanından olan balasına. Dolayısıyla çox valideynləri də, yəni belə deyək, sıxışdırmaq, özün də valideyn ondan sonra başa düşürsən
ki, bu normal deyil, yəni bu qədər də onun üstünə getmək. Nəticə etibarilə bu heç də asan olmayan həyatın içində valideyn o bir gözəl bizə söz var idi, dişindən dırnağından kəsir və bu təkcə maddiyyata da aid deyil. Hər anlamda çalışır ki, övladına qatqı eləsin, övladına özündən də bir addım irəliyə aparsın həyatda. Axtarırdım valideynlərdən, heç nə çıxmır. Ay Allah, təhsildir. Özümə görə təhsilim var. Deyilənə görə danışıq qabiliyyət azdan çoxdan əlhəmdülillah. Nədir problem burada? Və bəli, mən psixologiyaya gələndən sonra bu da bir müddət aldı. Gedirdim, dayanırdım. Bu da yəni birdən-birə olmur. Ona görə belə bir gözəl söz var, deyir ki, şəfaçı, əsl şəfaçı və yaxud da təkəbbürlü səslənməz inşallah. Yəni insanların həyatına nacizanə toxuna bilən hər bir insan özü yaralı ruh olmasa, çünki yaralanmasan, nə qədər sən gözəl insan da olsan, anlayışlı insan da olsan, özün o yaranın içindən keçəndə sən həqiqətən o qarşı tərəf sənə bir məsələsini danışanda, sənin yanına bir danışan pasiyent, müştəri deyə gələndə, sən o sənin sarı siminə toxunur. Çünki sən bilirsən o nədən danışır. Doğru. Bəli, çünki özün onu keçmisən. Ona görə də gerçək şəfaçılar, bu bir mütəfəkkirin sözüdür, əsl özləri yaralı olan ruhlardılar. Yəni yaralarını özləri sağaldıblar. Çünki bilirik də, bütün dərmanlar, şəfalar əslində bizim özümüzdə, bizim ruhumuzdadır. Sadəcə o yolu kimsə tez tapır, kimisi isə yıxıla dura tapır və sonda müdrikləşir. Bu özü də çox gözəldir, yəni. Nərmin xanım, baxın, bu yolu tapmaq sizin neçəyiniz aldı? Bu yolu tapmaq mənim üçün hardasa ömrümün ən intensiv desək, son 5 ilini alıb. Bəli. Tez-tez ruhsal olaraq mənim halım dəyişirdi və mən tapa bilmirdim məsələnin kökü hardadır.